Eynəkdən qurtulma əməliyyatlarını biz ikiyə ayırırıq. Bir, kəsikli olanlar, bura lasik, femtolasik və ya smile və ya lentikul cərrahiyyəsi kimi olan növləri var. Bir də no touch, yəni ki, biz buna PRK, PTK və s. növlərinə aiddir. No touch nə deməkdir? Adından görülsün, toxunmadan. Yəni ki, əslində biz gözə toxunuruq, amma gözə kəsmirik. Yəni ki, heç bir cihazla, lazerlə kəsmirik. Sadəcə gözün səthinə və buynuz qışa dediyimiz təbəqənin səthinə lazeri, öncəliklə epitsel qatını götürürük və lazerimizi tətbiq edirik. Amma lasik əməliyyatlarında isə və ya lentikul cərrahiyyəsində biz lazerlə kəsiyi aparırıq və ya mexaniki keratom dediyimiz cihazla kəsiyi aparırıq. Elə bir kitab kimi açırıq o toxmanı və lazerimizi bu yatağa icra edirik, təkrar o toxmanı yerinə qoyuruq. Təməl fərq bunlardır. Əlbəttə ki, daha detallı fərqlər var. Bir sonraki videolarda onları izah edəcəm.